ve dünya hayatı da aldadıcı zövqdən başqa bir şey deyil. Və sonra şeyh burada fəzilətlərdən dördüncüsünü gətirir, deyir ki, Allah Taala'nın o gündə, yəni qullarına yaxınlaşması. Möminlərin anası Ayşə, Allah ondan razı olsun, rivayət olunan hədisi hansı ki yuxarıda keçdi. Orada Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala yaxınlaşır. Yəni qullarına yaxınlaşır, ərəfədə olan qullarına yaxınlaşır və ərəfədə olanlarla mələklərə öyünür, fəxirlənir və deyir ki, bunlar nə istəyirlər? Və Allah Taala'nın yaxınlaşması da, yəni dünya səmasına enməsi. Allah Taala'nın ərəfədə olanlara yaxınlaşması, dünya səmasına enməsi, yəni Allah Taala'nın öz cəlalına və əzəmətinə, kamilliyinə layiq şəkildə nazir olması. Allah Taala'nın bu nazir olması və ərəfə əhlinə Allah Taala'nın yaxınlaşması Allahın rəhmətindəndir. Hansı ki onun üzərində, o şey üzərində çoxlu xeyirlər və bərəkətlər tərtib olunub. Yəni onun üzərində çoxlu xeyirlər və bərəkətlər vardır. Rəhmətin, Allahın rəhmətlərinin nazir olması. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayət olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm o sahabə, hansı ki sahabələrdən birisi ondan soruşur. Ərəfədə duranın, yəni savab barəsində, ərəfədə duranın savabı barəsində sahabə ondan soruşur. Peyğəmbər sallallahu əleyhi və səlləm sənin bu ərəfədə dayanmağın həqiqətən Allah Taala'nın sənin bu ərəfədə dayanmağı və bu ilə Allah Taala'nın dünya səmasına enməsi və ərəfədə olanlarla Allah Taala'nın mələklərə öyünməsi və deməsi ki, bunlar mənim qullarımdır. Onlar hər bir tərəfdən gəliblər, yəni saçı dağınıq halda, üstü başları, yəni tozlu, mənim rəhmətimi ümid edirlər və mənim əzabımdan qorxurlar və onlar məni görməyiblər. Əgər məni görsəydilər, necə olardılar? Və sonra sahabəyə buyurur ki, deyirsən, əgər deyir, yəni toz dəyənlər, qum dəyənləri qədər əgər sənin günahların olsaydı, yəni qum dəyənləri qədər sənin günahların olsa, dünya günləri qədər sənin günahların olsa, göydən yağan yağışın dəyənləri qədər sənin günahların olsa, Allah Taala onu səndən yuyar. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sahabəyə bildirmək istəyib ki, yəni bu savab olaraq yəni kifayət deyilmi? Sonra burada şeyx fəzilətlərdən gətirir. Allah Taala'nın ərəfədə olanlarla mələklərə öyünməsi. Abdullah ibn Amr ibn al-As, Allah ondan razı olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub, ondan rivayət olan hədisdə və buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taala mələklərə, yəni fəxirlənir, onlara öyünür. Ərəfədə olanlarla Allah Taala mələklərinə öyünür və buyurur ki, baxın, bunlar mənim qullarımdır. Bunlar mənim qullarımdır. Onlar mənə gəliblər, yəni saçı dağınıq halda, üstü başları toz. Yəni bu hədisdə gələn qubran, yəni burada sən saçın dağınıq olması, qubran isə insanın rənginin dəyişməsi. İnsan doğrudan da belə olur. Və yuxarıda keçən hədis də, hansı ki Ayşədən gələn hədis, orada da gəlir ki, Allah Taala yenə deyir ki, burada təkrar olaraq şeyx gətirir, deyir ki, Allah Taala onlarla, ərəfədə olanlarla mələklərə öyünür. Və şeyx buyurur ki, bu çox əzəmətli bir fəzilətdir ərəfə əhli üçün. Çünki aləmlərin Rəbbi olan Allah Taala ərəfədə olanlara görə, yəni mələklərin əzəmətli, böyük olanlarına, yəni öyünür. Və Allah Taala'nın qullara heç bir ehtiyacı yoxdur. Allah Taala'nın onların etdiyi həccə də heç bir ehtiyacı yoxdur. Onların etdiyi dualara da Allah Taala'nın heç bir ehtiyacı yoxdur. Necə ki Allah Taala buyurur ki, ey insanlar, siz Allaha möhtacsınız, Allah isə yəni ehtiyacsızdır və həm də layiqdir. Əgər istəsə sizi yox edər və başqa bir yaradılışı Allah Taala yəni gətirər, yaradar. Və buyurur ki, o Allaha çətin deyildir. Və şeyx buyurur ki, Allah Taala'nın kamilliyi ilə yanaşı, onları Allah Taala'nın ehtiyacının olmaması ilə yanaşı, Allah Taala deyir, onlarla mələklərə öyünməsi onlar üçün Allahın bir ikramıdır. Allahın onlara olan bir ikramıdır. Və şeyx sonra buyurur ki, Allah Taala'nın yəni mələklərə öyünməsi dəlalət edir ki, həqiqətən Allah Taala artıq onların günahlarını bağışlamışdır. Allah Taala onların günahlarından keçmişdir. Çünki həcc edənlər deyir, yəni öz ölkələrindən, başqa ölkələrindən gəlirlər. Niyə?
yəni aləmlərin Rəbbini, Allah Taala'nın rəhmətini istəyərək, onun qurtuluşu çatdırmasına, yəni ümid bəsləyərək, yəni rəğbət göstərərək və Allah Taala'nın razılığını və Allah Taala'nın cənnətlərini istəyərək və həmçinin istədikləri odur ki, Allah Taala özlərini oddan uzaqlaşdırsın və Allah Taala onlara ikram etsin, onları bağışlaması ilə. Və Allah Taala deyir ki, mələklərə öyünər onlarla, necə ki hədisdə gəlmişdir. Yəni Allah Taala ərəfədə duranlarla mələklərə öyünər. Allah Taala Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ərəfədə duranlar barəsində buyurub ki, həqiqətən Allah Taala dünya səmasına enir və sizinlə öyünür mələklərə və deyir ki, qullarım, bu mənim qullarımdır, gəliblər, yəni saçı dağınıq halda hər bir tərəfdən gəliblər, rəhmətimi ümid edirlər və Peyğəmbərimiz buyurur ki, əgər sizin günahlarınız, yəni qum dənəcikləri qədər olsa da, yağış dənələri qədər olsa da və dəniz köpüyü qədər də olsa, Allah Teala buyurur ki, mən onları bağışlayaram. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ərəfədə duranlar barəsində durub buyurur ki, həqiqətən Allah Teala dünya səmasına enir və sizinlə mələklərə öyünür və belə deyir: bunlar mənim qullarımdır. Gəliblər saçı dağınıq halda hər bir tərəfdən mənim rəhmətimi ümid edirlər və Allah Teala buyurur ki, əgər sizin günahlarınız, yəni buğda qum dənələri qədər də olsa və yağış dənələri qədər də olsa, dənizin köpükləri qədər də olsa, mən sizi bağışlayaram. Və sonra Allah Teala deyir ki, yəni buradan qayıdın bağışlanmış halda və siz kimin üçün bağışlanma istədinizsə, onların da mən bağışladım, yəni o halda buradan qayıdın. Və şeyx buyurur ki, Allah Teala özünə dua edən hər kəsə istədiyini verir. Və ona yəni bu Allah Teala istədiklərinə istədiyini verir bu əzəmətli gündə. Necə ki hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, Allah Teala belə buyurur: bunlar nə istəyirlər? Və Allah Teala deyir, mələklərindən soruşur ki, bunlar nə istəyirlər? Və Allah Teala da yəni onları daha yaxşı bildiyi halda, Allah Teala bilir onların istədiklərini və onların qəlblərində olanı da Allah Teala yaxşı bilir. Lakin Allah Teala belə buyurur. Niyə? Çünki Allah Teala mələklərdən soruşur ki, bunlar nə istəyirlər? Amma Allah Teala onlar barəsində daha yaxşı bilir. Onların, yəni qulların qəlbində olanların daha yaxşı bilir. Lakin o soruşur ki, yəni onlara istədiklərini versin və nə istəyirlərsə onların dualarını icabət etsin və buna görə də Allah Teala ondan sonra mələklərə buyurur ki, siz şahid olun, mələklərim şahid olun, mən artıq onları bağışladım. Hətta Allah Teala'nın şeyx verir ki, hətta Allah Teala'nın ikramındandır. Orada ərəfədə dayananlara, orada dayananlar üçün Allah Teala'nın ikramındandır ki, Allah Teala onların şəfaətçiliyini də Allah Teala qəbul edir ki, orada dayananlar kimlər üçün dua edərlərsə, kimlərin bağışlanmasını istəyərlərsə, Allah Teala onların o dualarını da qəbul edər. Kimlər üçün bağışlanma istəyirsə, onların da bağışlanmasını Allah Teala onlara verər. Necə ki yuxarıdakı hədisdə Allah Teala buyurdu ki, buradan ey qullarım buradan qayıdın, sizin üçün bağışlanmış halda və kimin üçün istəmişdinizsə, onlar üçün də bağışlanmış halda buradan qayıdın. Və şeyx buyurur ki, ona görə də ərəfə günü, yəni ilk illərdə olan günlər içərisində ən xeyirli gündür. Duanın qəbul olunması üçün ən xeyirli gündür. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, duaların ən xeyirlisi ərəfə günü olan duadır. Və Abdülbar rahimehullah buyurub ki, bu hədisdə yəni başa düşüləsi şeylərdəndir ki, yəni insanın yəni başa düşüləsi şeylərdəndir ki, bu hədisdə ki, ərəfə günündə olunan dua
başqa günlərdə olan duadan daha xeyirlidir. Və həmçinin başa düşüləsi şeylərdəndir ki, yəni anlaşılması lazım olan şeylərdəndir ki, Ərəfə günü duaların hamısı qəbul olunur. Və şeyx bilir ki, ona görə hər gedənə lazım olan odur ki, bu gündə Allaha dua etsin və duanın qəbul olunmasına yəni yəqin inansın. Çünki Allah Teala onun duasını, onun istəyini heç vaxt qaytarmaz və onun arzusunu heç vaxt yəni zayi etməz. Fəyəd'u lidəlikəl ixlas və dua etsin öz Rəbbinə ixlasla və duasında israrlı olsun, sadiq şəkildə. Yəni sadiq şəkildə israrlı olsun və həmçinin dua edən vaxtı Rəbbi barəsində gözəl zəndə olsun. Və Abdullah ibn Mübarək rahimehullah buyurur ki, mən deyir, Sufyan əth-Thəvrinin yanına gəldim Ərəfə günü və deyir, o dizləri üstə çökmüşdü və deyir, gözləri də ağlamaqdan yaşarmışdı və deyir, mən də ağladım. Və mənə tərəf çevrildi və dedi ki, sənə nə olub? Və dedim ki, yəni bu yığışanların, bu cəm olanların, yəni hal baxımından ən pisi kim olar? Yəni Sufyan əth-Thəvrinin ağladığını görür Ərəfə günü və onun ağladığını görəndə özü də ağlayır və buyurur ki, mən deyir, o deyir, mənə tərəf çevrildi, Sufyan əth-Thəvri mənə tərəf çevrildi və dedi ki, sənə nə olub? Və dedim ki, bu cəm olanların, yəni hal baxımından ən pisi kim ola bilər? Və Sufyan dedi ki, o kəs ki, yəni zənn edir ki, Allah Teala onları bağışlamaz. Yəni orada olanların bağışlanmamasını zənn edənin, yəni onların ən pis, hal baxımından ən pis olduğunu Sufyan əth-Thəvri buyurur. Və sonra şeyx gətirir ki, fəzilətlərdən ki, bu ən böyük bir gündür. Şeytanın alçaldığı, yəni ilin günləri içərisində şeytanın ən çox alçaldığı gündür. Talha ibn Ubeydillah ibn Kureyz rahimehullah ondan rivayet olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub. Peyğəmbərimiz buyurur ki, şeytanın Ərəfə günü kimi daha çox alçaldığı, daha çox həqir olduğu, daha çox yəni qəzəbləndiyi, yəni görülməyib Ərəfə günü kimi. O da buyurur ki, o da onun rəhmətin nazil olduğunu görməsinə görədir. Və Allah Taala'nın qulların o boyda günahları, o boyda yəni böyük bir toplum, yəni böyük bir şəkildə günahlarını Allah Taala'nın bağışlamasına görədir. Yəni qullarını Allah Taala, yəni o boyda günahlarını Allah Taala'nın yəni bağışlamasına görədir. Yəni əz-zunubul izam. Yəni Allah Taala qulların yəni böyük bir şəkildə günahlarını bağışlayır və şeytan yəni buna görə bu hala düşür. Doğrudan da möhtərəm müsəlmanlar, şeytan sevindiyi şey insanın günah işləməsidir. İnsanın haramları işləməsidir və sonunda da insanın dindən çıxması ilə şeytan artıq arzusuna çatır. Və bunun da əksi və şeytan görürsün, yəni nə ilə alçalır, nə ilə qəzəblənir, nə ilə yəni həqir olur, alçaq olur. O vaxtı ki, rəhmət nazil olur. O vaxtı ki, Allah Teala qulların günahlarından keçir. Və bu da şeytanı alçaldan bir şeydir. Və həmçinin şeytanı qəzəbləndirən şey, onu pis edən şeylərdən, yəni o gün qulların oddan azad edilməsi, Allahın rəhmətinin nazil olması, günahların bağışlanması. Lakin o isə yəni uduzmuş halda qalır. Yəni uduzmuş halda şeytan qalır. Yəni Ərəfə günü qardaşlar çoxlu, yəni möhtərəm müsəlmanlar, Ərəfə günü çoxlu dualar etmək lazımdır. Yəni Ərəfə günü oruç tutmaq həmçinin müstəhəb əməllərdəndir. Çünki oruç tutmaq Peyğəmbərimiz Ərəfə günü oruç tutmaq Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsidir. Çünki Ərəfə günü oruç tutmaq bir il keçmiş və bir il gələcək günahları kəffarədir. Oruclu olmaq, o günü çoxlu dualar etmək və o günü də ən çox olunan dualardan, necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən rivayet olunan La ilahə illallah vahdehu la şərikə lehu, lehul mulk və lehul hamdu və huve alə kulli şeyin qadir duası. Çünki bu dua bütün peyğəmbərlərin yoludur. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, duaların ən xeyirlisi Ərəfə gününün duasıdır. Və duaların ən xeyirlisi mənim və məndən əvvəl olan peyğəmbərlərin dediyi duadır ki, La ilahə illallah vahdehu la şərikə lehu, lehul mulk və lehul hamdu və huve alə kulli şeyin qadir.
Və ona görə münasibdir ki, bu gün də bu duanı çoxlu etmək. Yəni təkrar bu duanı etmək. Çünki Ərəfə günü ən əzəmətli bir gündür. Günlərin ağasıdır. Və la ilahe illallah kəlməsi var bu dua içərisində. La ilahe illallah kəlməsi o da zikirlərin, yəni ağasıdır və ən fəzilətlisidir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm sabit olub ki, zikrin ən fəzilətlisi la ilahe illallahdır. Və şeyx buyurur ki, ona görə münasibdir ki, qul zikirlərin ağası olan bu duanı günlərin ağası olan bu gündə çox etsin, yəni. Ona görə də bu günün əzəməti böyükdür. Yəni bu gündə çoxlu dualar etmək lazımdır. Yəni kitab və sünnədə gələn dualar var. Onlarla dua etmək və belə bildiyiniz Allahdan dünya və axirət xeyirlərini Allahdan istəmək lazımdır ki, bu böyük bir, yəni əlimizə düşən Allah Taala'nın bizə verdiyi bir imkandır. Bugündən faydalanmaq, oruç tutaraq, yəni həcdə olanlar oruç tutmur, lakin həcdə olmayanlar isə oruç tutur və bu günü də dua ilə çoxlu dua etməklə və ibadətlə keçirmək, yəni Allahın sevdiyi yaxşı əməllərdəndir. Çünki oruclunun duası da ta orucu aşana qədər qəbul olunan dualardandır. Ona görə də bu Ərəfə günündən istifadə edək, çalışaq orucu keçirməyə və çoxlu dualarla, ibadətlərlə, yəni Allahı razı salası əməllərlə bu duanı keçirməyə çalışaq. Və ən əsası da Allaha dua edək ki, Allah Taala bizə, yəni bu günü özünün razılığına uyğun şəkildə keçirməyi bizə nəsib etsin. Allahdan istəmək lazımdır ki, Allah Taala nəsib etsin. Çünki müvəffəqiyyət yalnız Allahdandır. Bizim namaz qılmağımız, oruç tutmağımız, hər hansı bir yaxşı əməli etməyimiz bizim özümüzdən deyil. Yalnız Allah Taala'nın rəhməti sayəsində olan bir şeydir. Bunu da Allahdan istəmək lazımdır ki, bunu da bizə verən yalnız Allah Taala'dır. Əgər Allahdan istəsən, Allah sənə verər. Allah Taala bizi bu günün əzəmətini dəyərləndirən qullardan etsin və özünün bağışladığı və oddan azad etdiyi qullarından etsin. Allah Taala bizi eşitib, yaxşısına tabi olanlardan etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.